Diqqətlə fikir verin. Bel ağrılarına görə hicam olunur. Əsasən bel ağrısına görə. Biz əlavə olaraq boyun ağrıları, ağciyər, ürək üçün, qaraciyər üçün də əlavə olaraq bankaları, kupaları yerləşdirdik. Hicama əsasən o demək deyil ki, ondan qan çıxır. Xeyr. Biz hemoqlobini, qanda olan immuniteti, bədənin immunitetini götürmürük. Ağır hüceyrələri, ağır metalları, xolesterin, triqliserid kimi hüceyrələri, ölü hüceyrələri bədəndən çıxarır. Diqqətli olub bir dənə zəhmət olmasa, içki içən adam idi, pis vərdişlərdən uzaq olması üçün biz onu hicama edirik. Belə qan olar, fikir ver qana. Bax, bu da başından çıxan vaxtıdır. Başdan çıxan qana diqqətli olun. Başdan belə bir qan çıxdı, sapsarı. Bədənindən də həmçinin çıxdı. Sonra onu bankaya tökdük biz. Bankada bu formada oldu. İndi o adam özünü çox yüngül hiss edir. Hər əl vuranda bütün bədənində yanmalar var idi. Belə qanı bədəndə gəzdirmək olar. Bunun üçün də hicama eləmək mütləqdir. Hicama vasitəsilə bədəndə olan ağır metallar çıxır. Tək kişilər üçün deyil, hicama xanımlar üçün daha vacibdir. Yəni kişilər hicama olunur, xanımlar düşünmürlər o qədər. Amma kişilərdən də daha çox xanımlar üçün vacibdir. Xanımların bədəndə olan qan prosesi tamam fərqli olaraq dövr eləyir. Ona görə də xanımlar üçün də hicama eləmək mütləqdir. Kim əziyyət çəkirsə, ümumi xəstəliklərdən immunitetini gücləndirmək istəyirsə, bizə müraciət eləyə bilər. Hicama Sağlıqlı Yaşam Mərkəzi sizin xidmətinizdə daima hazır. Buyurub gələ bilərsiniz. Qardaşda qan dövranı çox gözəldir. Bel, prostat, böbrəklərdə nisbətən zəif, həm də ki, böbrəklərdə soyuq dəymə olduğu bilinir. Qanda, qanın rənginə görə, orada çıxan suya görə başa gedən qan dövranı da normaldır. Boynun sağ tərəfində yəqin ki, soyuq dəyməsinə görə bir balaca problem var. Ümumi qan dövranı yaxşıdır. Yəqin ki, qardaş hansı yediyi qidalara görədir. Nar suyu bu dəqiqə sezonudur. Nar suyu çox içəndə, nar çox yeyəndə olur. Limonlu su içəndə, ümumiyyətlə maye qəbul eləyəndə daha faydalı ola bilir. Qardaşda hər şey çox gözəldir, maşallah, normasındadır.